Erel ve gençler, Heydər Əliyev ve Azerbaycan gençlerine həsr olunur. Heydər Əliyev dahi bir insan, o qayğı göstererdi gençlere her zaman. Onun hayatta amalı gençlerin nurlu sabahlara çıkması olmuş her an. O ömrü boyu əziz xalqının genç nesline sevgi, diqqət yetirmiş. Bu milletin gençliği dünyada əxlaqı, biliyle zirvelerde seçilmiş. O her vaxt deyərdi, bir xalqın gençleri geleceğin sözüdür. Hamı bilsin elm, bilik, bacarıq, gözəl əxlaq zəfərin özüdür. Her addımda o öz sevgisiyle bu gençlere inam vererdi. Dövlətin, xalqın her daim yolunu güzel birlikle bezerdi. Onun siyaseti her zaman olmuştu vətənə sevgi, elmə sədaqət. Heydər babadan gençlere mirastı bu nurlu şəfək, bu niyət. Azerbaycan gençliğinin geleceği arzusu, emeği gururu olmuştur her zaman ulu önderin zəhməti böyük düsturu. Heydər Əliyev veren bu gençlere açtı min kapı min yol. Her bakışında sanki deyirdi, ey genç çalış sen emişe değerli yol. Onun siyaseti bütün gençlere güç verdi, dayak oldu. Bu müdrik halkın geleceğinde bir mayak olarak durdu. Azerbaycan gençleri dedikçe yiğitliğe əzəmət doğar. Bu ater ürəklər qəlbdə alovlanar yanar. Heydər Əliyevin parlaq düşüncesi, qabiliyyətli əlləri her zaman toxunub hər bir gəncin gələcəyinə diləyi. Yazıram bu misraları ürəkdən, duyğudan gözəl bir eşqlə. Ucalır onun adıyla bu günlər, sabahlar gözəl bir şövqlə. Heydər baba öz adını şanlı tarixə eşqlə, sevgi ilə qazdı. Ulusoy bu əsərlə baba və övladlarının sevgisindən yazdı. Ey gənc qürurla eşqlə, bax bu müqəddəs torpağa. Heydər Əliyev yoludur səni aparan sabaha. Zəfəri sən yazacaqsan bil öz biliyinlə, hünərinlə. Vətən səni gözləyir ey qəhrəman, sarsılmaz ürəyinlə. Heydər baba bir çıraqdı, yanan mum nurlu bir mayak. O gösterdi gençlere yükselişe açık olan her dayak. Gelecek senin elindedir, elm əxlaqla ucal çalış. Mərdliklə sən bu torpaqda iz koy, öz igidliğinlə barış. Yazar